Salam, əziz və dəyərli Uğur Mozaikası kanalının izləyiciləri. Bugün biz sizinlə Eltun Hacıyev və Fərid Hüseynovun 9-cu siniflər üçün sınaqlar toplusu kitabından növbəti videonu çəkəcəyik. Yəni teston, cəbri kəsirlər. Birinci sualda deyir ki, hansı tam rasional ifadədir? Rasional ifadəni göstərir. Rasional ifadə o ifadəyə deyirik ki, onun məxrəcində dəyişən olmasın. Əgər məxrəcdə dəyişən varsa, ona kəsir rasional ifadə və yaxud da rasional kəsir deyirlər. Ona görə A variantı getdi. Burada böl x-imiz var, burada dəyişənlərimiz var. Bunu isə 2-də 1 vurulsun A üstəgəl B şəklində biz göstərə bilərik. Ona görə C variantı bizim olur rasional ifadəmiz. İkinci sualla davam edirik. Kəsiri ixtisar edin. Baxın, biz burada ortaq vuruq kimi 6x-i mötərizə xaricine çıxardacaq. Bir dənə x qalacaq. Üstə gəlinsin 5y. Aşağıda da x üstə gəl 5y-i görürük. Ortaq vuruqlar gedir. İxtisar burada qalır. A variantı. Üçüncü sualla davam edirik. Biz bilirik ki, üçüncü sualda mötərizələrlə qüvvətlərin ayrılması əslində bunların vurulması ilə nəticələnir. Yəni A üstündə 2-ni 2-yə vururam 4, 4-ü 3-ə vururam 12 edir. B üstündə 3-ü 2-yə vururam 6, 6-nı 3-ə vururam 18. Yəni bir də hissə açmırıq. A üstü 9, B üstü 8. Və biz bilirik ki, əsaslar eyni olan bölmə zamanı qüvvətlər çıxılır. 12-dən 9 çıxırıq 3. 18-dən 8 çıxırıq 10. A kubu B üstü 10. Düzgün cavab B variantı olacaqdır. Dördüncü sualla davam edirik icazənizlə. Kəsri ixtisar edin. Baxın, burada 8 2-nin kubudur. Yəni A kubu üstə gəl B kubu müxtəsərinin açılışını eləyəcəm. A üstə gəl B. Birincinin kvadratı çıxılsın hasili, üstə gəl ikincinin kvadratı. Baxın, aşağıda da həmin hissə demək olar ki, təkrar köçürülür. Ona görə ixtisar gedir. Burada düzgün cavab M üstə gəl 2 B variantıdır. Beşinci sualla davam edirik icazənizlə. Baxın, 5-ci sualda bizdə bu hissə və bu hissə verilib, bizdən x üstə gəl y cəmini soruşur. Təbii ki, bu tipli misallarda birinci işimiz ortaq məxrəci qətməkdir. Çarpaz vurulan zaman y üstə gəl x-in 2 olduğunu görürük. Bizə hasilin 3 verir baxı, yəni bunun yerini dəyişib x üstə gəl y yaza bilərəm da, toplamından yerini dəyişə bilərəm. 3-ə bölünməsindən 2 alınırsa, çarpaz vururuq. Yəni nəyi 3-ə bölsəm 2 alınar. Təbii ki, cavab A variantı 6-dır 5-ci sualda. 6-cı sualla davam edirik. Baxın, 2AB aşağıda 3M kvadratı N vurulsun. 9AB bölünsün 2M N kvadratı. Bir dənə də vurulsun. M kubu N aşağıda A kvadratı B. Baxın, diqqətimizi çəkən nədir? Burada bir B var. Buradakı B ilə ixtisar gedir. Burada A vurulsun A kvadrat eləyir. Buradakı A kvadratı ilə ixtisar gedir. Daha sonra M kvadratı vurulsun M kubu eləyir. Sürətdəki M kubu ilə ixtisar gedir. Buradakı N də buradakı N ilə ixtisar gedir. 2 ilə ixtisar gedir. 9-u da 3-ə böləndə burada 3 qalır. Nələr qaldı? Yuxarıda bu tərəflər hamısı getdi. Bir 3, bir də B qaldı. Aşağıda bunlar hamısı getdi. Bir dənə də N kvadratı qaldı. 3B bölünsün N kvadratı. Düzgün cavab Y variantı. Yəni tələsmədən, sadə ixtisar etməklə, əziz 9-lar, rahatlıqla cavabı almış olursunuz ixtisar məsələlərində. Baxın, misalın özünü köçürtmürəm. Diqqətlə baxırıq. Burada hər ikisində eyni olan A-dır. A-nı çıxardırıq mötərizə xaricinə. Aşağı olduğu kimi qalır. 5M kvadratı N. Vurulsun. Mənfini yuxarı atıram. Aşağıda da saxlaya bilərsiniz. Qarşıda da saxlaya bilərsiniz. Fərqi yoxdur. Buradan da B-ni çölə atıram. M üstə gəl N. M üstə gəl N-lərimiz gedir.
N'lərimiz, N'lar gedir. 2 dənə M'dən biri gedir. 5-ə bölürük. Yuxarıda qaldı -2. Ta mənfini də atdımıram. İndi yuxarıda bir A qalıb. Bir -2 qalıb. Aşağıda bir dənə M qalıb. Bir dənə də B qalıb. Baxaq görək bu hansı variant olacaq. Təbii ki, düzgün cavab B variantı olmaqdadır. 8-ci sualla davam edirik. Əziz şagirdlər, 8-ci sualda soruşur ki, bir ədədi 0,25-ə vurmaq bu ədədi neçəyə bölməkdir? Məsələn, bir x ədədi var, mən bunu %25-ə vururam. Bu 25-ə ixtisar gedəndə 4də 1 alınır. X də sürətə vurulduğu üçün x böl 4-dür. Yəni, istənilən ədədi %25-ə bölmək, onu biz rahatlıqla 4-ə bölmək deməkdir. 9-cu sualla davam edirik. 9-cu sual. Baxın, nə edirik? 8A olduğu kimi qalır. Buradan B kvadratını mötərizə xaricine çıxardırıq. Qalır B üstə gəl 1. Çünki vurulub açılanda qüvvətlər toplanılır. Bu B kubu, bunu da vurub açılanda öz eləyir. Vurulsun. Yuxarıdan 2-ni çıxardırıq çölə. B üstə gəl 1 qalır. Aşağıda da 4A B. B üstə gəl 1'lərimiz getdi. A'larımız getdi. 4 ilə də 8 gedəndə burada bir 2 qaldı. O zaman sürətdə nə qalır? 2 vurulsun 2, yəni sadəcə 4. Aşağıda isə B kvadratı və B qalır. Bu da eləyir B kubu. Düzgün cavab 4 bölünsün B kubu, yəni B variantı etməkdədir. 10-cu sualla davam edirik. Diqqətli olaq 10-cu sualdan. Baxın, təbii ki, birinci işimiz ortaq məxrəc tapmaqdır. O zaman bunlar çarpaz vurulur. 4x kvadratı çıx y kvadratı. Bunu da buna çarpaz vurdum. Aşağıda təzədən ortaq məxrəc x, y tapılır. Çarpaz vurulanda 4x kvadratı üstə gəl. Y kvadratı. Bu 4'ün isə heç bir şeyi yoxdur. Ona görə məxrəcə birbaşa vurulur. Yəni, məxrəc olmayanda bu şəkildə yazılır. O zaman, baxın, bu 2x'in kvadratıdır, çıx. Bu da y'in kvadratıdır. Bölünsün x, y. Bu kəsir xətti bölməni ehtiva edir. Bölməni bildirir kəsir xətti. Bu 2x'in kvadratıdır. Bu y'in kvadratıdır. Bunu da 2 vur 2x, y şəklində yazıram ki, diqqətimizi çəksin. O zaman yuxarıda kvadratlar fərqi olur. 2x çıx y, 2x üstə gəl y, aşağıda x, y. Vururuq ikinci kəsirin tərsinə, yəni x, y yuxarı qalxır. Bu isə a kvadratı, b kvadratı, 2ab. Fikir verin, ikisinin də hasili var burada. O zaman burada 2x üstə gəl y-in mötərizə kvadratının açılışıdır. A üstə gəl b-nin mötərizə kvadratı. X, y-lər gedir. 2 dənədən biri gedir. Yuxarıda 2x çıx y qalır. Aşağıda 2x üstə gəl y qalır. Bu da eləyir B variantı. Əziz şagirdlər. 11-ci sualla davam edirik. Əzizlər, 11-ci sual. X çıx 1, x üstə gəl 1 vurulsun. Buradan 2'ni mötərizə xaricinə çıxardıram. Qalır 2x çıxılsın 1. Bunu isə vuruqlara ayırmaq üçün, baxın, bunu bir haşiyə gətirirəm bura. 2x kvadratı çıxılsın, bunu da x çıxılsın 2x yaza bilərəm. Üstə gəl 1. Bax, mənfi x-i belə parçaladım. Buradan x-i çıxardanda 2x çıx 1. Buradan da mənfini çıxardanda 2x çıx 1-dir. 2x çıx 1-i də ortaq çıxardanda mötərizə xaricinə x çıx 1 qalacaq. X çıx 1 qalacaq. 2x çıx 1-lər gedir. X çıx 1-lər də gedir. Yuxarıda qalır sadəcə 2. Aşağıda da x plus 1. 2 böl x plus 1 B variantı etməkdədir əziz şagirdlər. 12-ci sualda bir işarə səhvi olur. Bəlkə də misalda nəsə biraz qəribəlik var. Gəlin birgə baxaq. X-i bizə verir. Biz indidən də x-i yerinə qoyub hesablaya bilərik. Sonda da qoya bilərik. Bu 2'nin kubu olduğuna görə x üstə gəl 2
X kvadratı çıx 2x üstə gəl 4 yazırıq. Yəni A kubu üstə gəl B kubunu parçalayırıq. Baxın, burada x-in hər hansı bir dərəcəsi verilməyib. Yəni bunu sadəcə 5x kimi düşünmək olar. 5x çıxılsın 2x kvadratı. Ona görə buradan sadəcə x-i çölə çıxarda bilirik. 5 çıxılsın 2x-imiz qalır. Vırılsın yazıb bu kəsri çevirirəm. Yuxarıda x-i çölə çıxardıram. X çıx 2 qalır. Yəni bunun məxrəcini surətdə yazıram. Yerlər dəyişik olur. Baxın, buradan x-i çıxardanda x kvadratı çıx 4 qalır. O da kvadratlar fərqidir də. X çıx 2, x üstə gəl 2 kimi ayırır. Və vırılsın. Nəhayətdə 1/x-i unutmuruq. İndi diqqətlə qulaq asın. X üstə gəl 2, bu x üstə gəl 2 ilə gedir. Sonra x çıx 2, bu x çıx 2 ilə gedir. Buradakı x də buradakı x ilə gedir. Yuxarıda sadəcə x kvadratı çıx 2x üstə gəl 4 qalır. Aşağıda məxrəcdə x x-ə vurulur. X kvadratı 5 çıx 2x qalır. Yəni yekun nəticə budur. İndi biz təbii ki, nə edəcəyik? Gətirib 4-ü yerinə qoyacağıq. 4-ün kvadratı 16, çıx 2 vur 4, üstə gəl 4. 4-ün kvadratı 16, 5 çıxılsın 2 vur 4. Aşağıda 16 vur, -3 qalır. Bu da eləyəcək. Neçə? 8, 12. 12 ilə bu gedir 4-ə 4, 3. 3 ilə də bu gedəcək. Biz cavabı -4-1 alırıq təbii ki, amma cavablarda müsbət %25 verilir. Yəqin ki, hardasa bir işarə səhvi olub, yəni misalın quruluşunda, yoxsa əslində düzgün cavab budur, sadəcə verilənlərə əsasən bu götürülür. Misalda yəqin ki, elementar bir səhv var, ya da biz nəyisə səhv yazdıqsa, şərh bölümündə bildirə bilərsiniz, əziz 9-lar. 13-cü sualla davam edirik. Baxın, 15 bölünsün x kvadratı üstə gəl 6x üstə gəl 12. Kəsrinin ən böyük qiymətini tapan. Kəsrin ən böyük qiyməti üçün yuxarının ən böyüyünü aşağının ən kiçiyinə bölürlər. Bu onsuz da sabitdir, 15-dir. Biz sadəcə bunun ən kiçik qiymətini tapmalıyıq. Onun da bir hazır düsturu var kvadratikdə. 4ac bölünsün 4a düsturu. 4-ü vururuq a-ya, yəni kvadratın əmsalı 1-ə, vururuq c-yə, sərbəst də 12-yə. Çıxırıq b kvadratı, 6-nın kvadratı 36, 4 vur 1. 48-dən 36 çıxanda 12 eləyirmi? 4-ə böləndə 3. Deməli, biz 15-i 3-ə böləcəyik. Düzgün cavabımız alınacaq, Y variantı 5. İndi əziz şagirdlər, baxın, biraz haşiyə çıxıb ikinci üsulu demək istəyirəm. Tutaq ki, biz bu düsturu bilmədik. Kvadratın ən kiçiyinin tapılmağının ikinci üsulu da bunu tam kvadrata tamamlamaqdır. Yəni 12-ni 9 üstə gəl 3 kimi parçalaya bilərəmmi mən? Bu axı bizə x üstə gəl 3-ün mötərizə kvadratıdır, birincinin kvadratı. Hasili 3x-də 2 misli, üstə gəl ikincinin kvadratı. Üstə gəl 3 qalır burada. Kvadratın ən kiçik qiyməti 0-dır, üstünə 3 gələndə 3. Həqiqətən də ən kiçik qiymət 3 oldu. Yəni, ən kiçik qiymətin tapılmağının ikinci üsulunu da demiş olduq. Kimə necə rahatdırsa yazsın. 14-cü sualla davam edir, yazı şagirdlər. 14-cü sualla. Baxın, ortaq məxrəc tapanda b-ni b kvadratına vururuq, b kubu. A-nı a kvadratına vururuq, a kubu. Aşağıda da AB. A kvadratı çıxılsın, B kvadratı vurulsun. İndi bir bölünsün hissəsini saxlayıram. Ortaq məxrəc gətirsəm, vurulanda B kvadratı, üstə gəl A kvadratı. Birin də heç nəyi olmadığına görə demişdik, məxrəc birbaşa 1-ə vurulur. Bax, bu şəkildə. İndi davam edirik. Baxın, yuxarıda kublar cəmin görürəm, düzdürmü? O zaman mən A üstə gəl B-ni açıram. Birincinin kvadratı çıx hasili üstə gəl ikincinin kvadratı. Böl AB. Bu bölmə deməkdir axı. Mən bir ədədə bölürəmsə, onun tərsinə vururam. Yəni 1 bölünsün kvadratlar fərqi. A çıx B, A üstə gəl B. Bu da vurulsun. Baxın, burada 1 böl var. 1-i hər hansı bir kəsrə bölmək, onu tərsinə çevirmək deməkdir. AB. Aşağıda da B kvadratı üstə gəl A kvadratı çıxılsın AB. Bax, bu şəkildə.
İndi mümkündürsə buranı biraz böyüdürəm. Görüm bunlar yanaşı düşəcəkmi? Xeyr, təəssüf ki, düşmədi. Yaxşı, qaytararıq geri. Baxın, bu məxrəcdədir AB. Bu surətdədir. Bu surətdədir. Bax, bunun eynisidir də. Bu məxrəcdədir. Yəni, ixtisar getməni göstərirəm. Bu məxrəcdədir. Bu surətdədir. Aşağıda yalnız A çıx B qalır. Yuxarıda yalnız 1 qalır. Hər hansı bir xəta etmədiksə, aha, bu şəkildə qaldı. 1 bölünsün, deməli, neçənci sual idi? 14-cü sual. 1 bölünsün, A çıx B. Yəni, düzgün cavab B variantı etməkdədir. Davam edirik sonuncu 15-ci sualla. Bu testin 15-ci sualı. Baxın, 25x kvadratı çıxılsın. X-ları yanaşı yazmağa çalışıram. Üstəgəl 10x. Hələ bir ədəd yazmıram. Çıx y, daha doğrusu üstəgəl 9y kvadratı, çıx 12y. 5-i hələ ki saxladım. 5 burada təbii ki parçalanacaq. Gəl görək necə parçalanır. 25x kvadratı 5x-in kvadratıdır. Deməli, bunu A çıx B mötərizə kvadratı yazmaq üçün 2 vur 1-ci, bax artıq 10x-i aldım. Deməli, ikincisi 1 olub da, 2AB. Nəsə dəyişməyib. Üstəgəl 1-cinin kvadratı. Yəni, ikincinin kvadratı. Yəni, mən artıq 1-i işlətdim. 1 yazdım. Üstəgəl. Bu olur 3y-in kvadratı. 2 vur A, bu 6y elədi. 12 eləməlidir axı. Deməli, bir dənə də 2-yə vurulur. B-si 2-dir. Üstəgəl 2-nin kvadratı. Yəni, 5-i 1 və 4 olaraq parçalayıb bu şəkildə yazdım. Daha sonra bu hissə 5x çıxılsın 1-in mötərizə kvadratı kimi yığılır uşaqlar. Bu hissə isə 3y çıx 2-nin mötərizə kvadratı kimi yığılır. Yəni, əslində misalın başlanğıc versiyası bu şəkildə imiş, fərz edək. Sadəcə bu kvadratları açıblar, bu şəkil alınır. O zaman kvadratlar cəmi, modullar cəmi, kökaltılar cəmi, sonra mötərizə kvadratları cəmi, biri ondan kökaltı, biri modul. Bu tiplərin cəmi sıfırdırsa, bunlar ayrı-ayrılıqda sıfır deməkdir. Çünki, əziz şagirdlər, bunlar hamısı müsbət edir. 2 müsbətin cəmi sıfır ola bilməz. O zaman bunları ayrı-ayrılıqda sıfıra bərabər edirik. 5x bərabərdir 1-ə, x bərabərdir 5-də 1-ə. 3y çıx 2 sıfırdır, 3y 2-dir, y də 3-də 2-dir. Bunları tapdıqmı? Bizdən x üstəgəl y cəmi soruşur. X üstəgəl y də bərabərdir 5-də 1 ilə 3-də 2-ni topladım. Ortaq məxrəc 15. Çarpaz vuranda 3, 5-i 2-yə 10. Deməli, cavab aldıq 15-də 13. Hə, bu şəkildə aldıq. Belə, indi bir dənə sürətli baxaq, görək haradasa bir səhv etmişikmi? Hə, bizim səhvimiz buradadır. Çünki burada toplamadır, uşaqlar fikir verin. Mən bir dənə səhvi düzəldim, çünki cavabımız fərqli alınacaq. Hə, burada üstəgəl 1 olduğuna görə bu -1, bu -5-də 1 edir. Mən bunu düzəldim. O zaman biz nə edəcəyik? Müsbət olandan mənfi olanı çıxacaq. Yəni, -5-də 1 üstəgəl 3-də 2 edir. Üzr istəyirsiniz, işarə səhvi gedib burada. Çıx 5-də 1 alınır. Ortaq məxrəc 15, çarpaz vuranda 10, çıxılsın 3. Bu da eləyir 15-də 7. Bir dənə ehtiyatlı olun, işarə səhvi getməsin, qalan hər şey öz qaydasındadır. Ümumiyyətlə, bu kitabdakı misallar 9 illik səviyyədədir, gözəl misallardır, qəşəng misallardır. Bu test toplusundan, sınavlar toplusundan istifadə etməyə dəyər. Uğur olsun, Allah amanında, növbəti videolarda görüşənə qədər.